Deməli, bu imtahan noyabrın 2-si olan Kaspi kurslarının birinci mövzu sınav imtahanıdır. Blok üzrə. 11-ci sinif 4-cü qrup biologiya. Eyler-Venn diaqramına görə uyğunluğu müəyyən edin. Holc aparatı verib, endoplanal şəbəkə verib. Maddələrin daşınmasında iştirak edir. Hər ikisi maddələrin daşınmasında iştirak edir. Membranlarında zülal sintezi gedə bilər. Dənəvər endoplanal şəbəkədə zülal sintezi gedə bilər. Lizosomu əmələ gətirir, Holc aparatı lizosomu əmələ gətirir. Bir membranlı orqanoiddir. Hər ikisi bir membranlı orqanoiddir. Membranlarda karbohidrat sintezi gedə bilər. Hər ikisinin də membranlarında karbohidrat sintezi gedə bilər. Deməli, birinciyə aiddir 3, ikinciyə aiddir 2, üçüncüyə də aiddir 1, 4, 5. Doğru cavabımız buradan A variantı olur. İkinci sual. İşıq enerjisinin müəyyən hissəsini kimyəvi enerjiyə çevirən orqanoidin. Söhbət xoroplastdan gedir. Çünki xoroplastda fotosintez zamanı İşıq enerjisi kimyəvi rabitə enerjisinə çevrilir. Əsas funksiyası ATF etməkdir? Xeyr. Əsas funksiyası o deyil. Mitokondrin əsas funksiyası budur. Daxili maye mühiti matriksdir. Matriks deyil, stroma adlanır. Əsas funksiyası maddələrin daşınması təmin etməkdir? Xeyr, bu da deyil. Daxili maye mühiti sitoplazmada 2 lipid cərgəsi ilə ayrılır. 2 lipid cərgəsi ilə yox, 4 lipid cərgəsi ilə ayrılır. Ona görə bu da deyil. Daxilində həm translyasiya, həm də transkripsiya prosesi gedə bilər. Bəli. Çünki özünün DNT-si var, özünün RNT-si var, özünə məxsus ribosomu var. Ona görə daxilində həm transkripsiya, həm də translyasiya prosesi gedə bilər. Doğru cavab Y variantı olur. Hansı alimin kəşfi hüceyrələrin üzvü və qeyri-üzvü maddələrdən əmələ gəldiyi fikrini təksib etdi. Bilirsiniz ki, Virxovun kəşfi 3-cü nəzəriyyəsinin müddəasında deməli öz əksini tapdı. Əksinə bu Virxovun kəşfi deyil, sadəcə Virxov onu oğurlayıb, amma yenə də bizim dərsliklərdə Virxovun kəşfi ilə getdiyinə görə, yenə də Virxovun adı ilə veririk biz. Ona görə doğru cavab kimi burada götürük D variantı, yəni Virxovun kəşfidir. Hüceyrə nəzəriyyəsinin 3-cü müddəasıdır. O da ki, hüceyrələr mövcud olan ana hüceyrənin bölünməsi yolu ilə əmələ gəlir. Yəni üzvü və qeyri-üzvü maddələr və ya da qeyri-hüceyrəvi quruluşlu maddələr hüceyrəni əmələ gətirmir. Bu fikri demişdi. Ona görə də həmən fikri deməli təksib etdi və özünün kəşfi. Hüceyrələr qeyri-hüceyrəvi quruluşa malik olan maddələrdən yox, hüceyrələr mövcud olan ana hüceyrənin bölünməsindən əmələ gəlir fikrini irəli sürdü. Dördüncü sual. B orqanı A orqanından fərqlənir. B orqanı mitokondridir. A orqanı mitokondridir. B orqanı isə xoroplastdır. Üzvü maddə sintezi etdiyi üçün hər ikisində üzvü maddə sintezi olunur. Ona görə bu fərqli deyil. Hər ikisi iki membranlıdır. Hər ikisinin tərkibində ribosom var, polisoma malikdirlər. Oksigenden istifadə etdiyi üçün oksigenden A istifadə edir, B istifadə eləmir. Amma stromaya malik olsun, bəli, xoroplasta stroma var, mitokondrida stroma yoxdur. Ona görə cavab buradan Y variantı verəcəksiniz. Veriləndən hansı ribosoma malik deyil? Deməli, siyanobakteriya, bakteriyalarda zaten burası siyanobakteriyadır, vərəm çöpüdür, bağırsaq çöpüdür. Bunlarda ribosom var. İnfizor tərikdə bir hücrəli heyvandır. Bunda deməli ribosomu var. Amma hepatit C virusu, viruslarda ümumiyyətlə ribosom olmayacaq. Nəinki ribosom, hücrəvi quruluşunda olan orqanoiddən heç biri olmayacaqdır. 6-cı suala baxırıq. Cədvəldə təqdim olunan strukturlarda müvafiq olaraq proseslərin baş verməsi və baş verməməsini rəqəmlərlə uyğun olaraq müəyyən edin. Baxıram indi. Orqanoid buradan translyasiya və transkripsiya nüvədə translyasiya getmir, amma transkripsiya baş verir. Plastidlərdə həm transkripsiya, həm də translyasiya hər ikisi də baş verəcəkdir. Mitokondriya daxilində həm transkripsiya baş verə bilir, həm də translyasiya hər ikisi baş verə bilir. Dənəvər endoplasmatik şəbəkənin üzərində zülal sintezi gedir, yəni translyasiya prosesi gedir. Amma orada transkripsiya prosesi getmir, çünki DNT yoxdur ki, transkripsiya prosesi getsin. Ona görə birinci və axırıncı çıx qoyuruq, qalanlar isə üstə gəldir. Burada doğru cavab kimi buradan A variantını götürəcəksiniz. 7-ci sual. Şəkildə göstərilən varlıqda rast gəlinmir. Burada tütün mozaikası göstərilibdir bizə. Zaten tütün mozaikasına baxdığımız zaman da təbii ki, tütün mozaikası deməli pentozaya rast RNT tərkibli virusdur, bunu deyək. RNT tərkibli virus olduğuna görə pentoz ola bilərmi? Ola bilər. İrsi material ola bilərmi? Bəli, ola bilər. Peptid rabitə zülal var tərkibində deyə bu da ola bilər və riboza da
mövzuda, amma dezoksiriboza deyil, çünki bu RNT tərkibli viruslara aiddir. Polipeptitdir. Polipeptitdir deyəndə, yəni zülaldır anlamına gələcəkdir. Bu da hemoglobindir. Doğru cavab Y variantı olur. Verilərdən hansı genin tərkibində ola bilməz? Birisi gen DNT-dədir. Ona görə DNT-nin tərkibində ola bilməz demək istəyir yəni bizə. Timin var, urasil yoxdur, fosfat tuzu qalığı var, riboza yoxdur. Monosaxarid zaten tərkibində karbohidrat monosaxariddir və dezoksiribozadır. 2 ilə 4 doğru cavabımız buradan B variantı olacaqdır. Keçək 10-cu suala. Verilənlərdən hansı doğru deyil? A fazası, B fazası. A fazası metafaza 1'dir. B fazası da anafaza 1'dir. Hər iki faza meyoz bölünməyə aiddir. Bəli, hər ikisi də meyoz bölünməyə aiddir. A fazasında bölünmə və tələnin uzanması başa çatmışdır. Bəli. Çünki artıq gəldi, xromosomlara yapışdı bölünmə vətənləri və uzanması başa çatmış oldu. Bu da doğru fikirdir. B fazasında xromosom sayı ikiləşmişdir. Xeyr, B fazasında xromosom sayı ikiləşmir. Çünki qütblərə bütöv xromosomlar, homoloji xromosomlar çəkildiyi üçün burada birinci anafaza mərhələsində xromosom sayında heç bir dəyişiklik baş vermir. Ona görə ikiləşmişdir deməsi yanlış fikirdir. Doğru cavab C variantı olacaq. A fazasında xromosom sayı xromatid sayına bərabər deyil. Bəli, bərabər deyil. Çünki 2N4C-dir. Bu da deməli belə. B fazasında bölmə vətənləri qısalır. Təbii ki, xromosomlar qütblərə çəkildiyinə görə bölmə vətənlərdə uzunluq qısalır. Bu da doğru cavab. Deməli C bəndi olur. Y də yanlışdır. Cavaba görə. Əslində doğru fikirdir, amma cavabda bizə doğru deyil soruşur deyə cavab C bəndi götürürük. İnsanda əsasən qaraciyərin zədələndiyi virus xəstədir. Biz hepatit qaraciyəri zədələyir. Ona görə doğru cavab kimi biz D variantını buradan götürəcəyik. 12-ci sual. Şəkildə təsvir olunan proses bitki hüceyrəsinin neçə növ strukturunda baş verir? Şəkildə göstərilən proses transkripsiya prosesidir. Transkripsiya prosesi təbii ki, bitki hüceyrəsinin neçə növ strukturunda baş verir deyərkən, baxacaqsınız nüvədə transkripsiya baş verə bilər. Mitoxondriyada transkripsiya baş verə bilər və eyni zamanda xloroplastda transkripsiya baş verə bilər. Ona görə doğru cavab 3 növ strukturunda baş verər olaraq adlandırırıq. 13-cü suala baxacağıq. Cümləni tamamlayın. Kista birləşik toxumanın şişidir. Kista epiteli toxumasının xoş xassəli bir şişidir. Bu ikisi də xoş xassədir. Epitelial toxumasının xoş xassəli şişi olur. Ona görə cavab D variantı olaraq götürürsünüz. Eyni rüşeyin vərəqindən başlanğıc götürüblər olaraq deyəcək bizə burada. Baxırıq. Orada epidermis eyni rüşeyin vərəqindən olaraq soruşur bizə. Təbii ki, bunlar deyil. Yəni, bəndlərə baxanda görürsünüz. Derma, əzəllər. Dermada deməli burada mezoderma mənşəlidir. Əzəllər də mezoderma mənşəlidir. Ona görə doğru cavab kimi C variantı götürəcəyik. Çiçəkli bitkinin hansı orqanının bəzi hüceyrələrində bölünmə zamanı xromosomlar ekvator xətti boyunca iki cərgə düzülür. Təbii ki, çiçəkli bitkinin yəni hansı orqana deyərkən ekvator xətti iki cərgə düzülür deyərkən söhbət meyoz bölünmədən gedir. Bilirsiniz ki, meyoz bölünmədə yalnız çiçəkli bitkinin çiçəyində gedə bilər, baş verə bilər. Ona görə doğru cavab kimi biz buradan C variantını götürəcəyik. 16-cı suala baxırıq. 16 sual. 2 dietrozigot boz ada doğuşanların çarpazlaşmasından əmələ gələn fərdlərdən bir əlamətə görə heterozigot olan fərdlər yaşama qabiliyyətinə malik olmazsa, sağ qalan fərdlərin fenotip nisbəti necə olar? Normalda fenotip nisbəti 9 dənəsi bozdur, 4 dənəsi ağdır, 3 dənəsi də qaradır. Normal halda. Budur. Amma bir əlamətə görə heterozigot olan fərdlər yaşamağa qabiliyyətinə malik olmazsa. Bir əlamətə görə heterozigot olan fərdlər hansılardır? Böyük C, böyük C, böyük A, kiçik A. 2 dənə bundan var. 2 dənəsi böyük C, kiçik C, böyük A, var. 2 dənəsi böyük C,
kiçik C, kiçik A var. İki dənəsi də kiçik C, böyük A, kiçik A var. Demək, 9 boz, 4 ağ, 3 qara var idi. İndi məhv olanlara baxırıq. Bu da ikisi, bu da ikisi. 4 dənəsi bozdu. Deməli 9 bozdan 4'ü məhv oldu, 5'i qaldı. Sonra məhv olan bu 2 dənəsi qaradır. 3 qaradan ikisi məhv oldu, biri qaldı. Bu 4 dənə ağdan da ikisi məhv olanlar sırasındadır. Bu da getdi, yerdə ikisi qaldı. Deməli 5, 2, 1. Doğru cavabımız D variantı olur. 17. sual. Aşağıda gösterilen grafiklere esasen baş verən proseslerin hansı bütün canlılara ait edilə bilər? Oksigenin miqdarı, ATF miqdarı bunu deyə bilmərəm. Çünki bütün canlılar oksigenli mühitdə yaşamır deyə bunu tam deyə bilməyəcəm. Sonra nişastanın miqdarı, mesela nişastan da bütün canlılar değil. Mesela bitkilerde ta ki deyək, nişasta var ama heyvanda değil. Karbon gazı miqdarı, glukozanın miqdarı ta ki deyək, bu da deyə bilməyəcəm. Çünki adətən oksigensiz mühitdə yaşayanlara deyə bilmərik. Glukozanın miqdarı, glikogenin miqdarı. Mesela bunu da ta ki deyək ki, bitkilərə aid ta ki deyə bilmərəm. Ama amin turşusu miktarı, zülal miktarı bəli. Bu ise bütün canlılara xasdır. Çünkü bütün canlılarda ne olur? Amin turşusu birleşerek zülal sintezini de iştirak edir. Yani zülalın əmələ gəlməsində iştirak edir. Ona göre doğru cevap B variantı olarak götürəcəyik. 18. sual. Bir amin turşusuna ait 3 hisse verilmiştir. Xətti quruluşun əmələ gəlməsində bu hissələrdən hansı veya hansılar iştirak edir? Deməli, xətti quruluşun əmələ gəlməsi peptid rabitə ilə olacaktır. Burada da birinin karboksil grubu ile diğerinin amin grubu arasında olur. Ona göre doğru cevap burada 1 ve 3'ü götüreceksiniz. 19. sual. Nəsil ağacında fərdlərin qan qruplarının fenotipləri verilmişdir. Hansı rəqəmlə verilən fərdlərin genotipi homozigot ola bilər? Baxırıq indi homozigot ola bilər. Təbii ki, birinciyə baxanda ve ikinciye bakıram. İkinci sözsüz ki BO olubdu. Niye BO olub? Çünkü buradan A əmələ gəlibsə, demək ki bu A buradan da O'nu alıb A O olubdu. Ve bu A'nı verip B'ni verip AB olublar. Birinci ise dəqiq deyə bilmirəm. Yəni birinci normalda AA da ola bilərdi. Birinci normalda AO da ola bilərdi. Hər ikisi də ola bilərdi, amma sadəcə buradan A-nı veribdi. Buradan O'nu alıb AO olub. Buradan A-nı verib, buradan B'ni veriblər. Bu ikisi AB olublar. Keçdik bura. Üçüncü və dördüncüyə baxıram. Deməli, üçüncü və dördüncü. Buradan B alınıbdı. B alınıbsa demək bu BO'ymuş. O demək ki, burada da O var ki, bunun B'si ilə bunun O'su B onu əmələ gətirib. Bu da AB olubdu. Ha, burada da deyə bilmərəm. Bu da BB də ola bilər və BO da ola bilər ki, məsələn bunun B'si ilə bunun A'sı gəlib, yəni AB əmələ gəlib. Buna gəldikdə bu təbii ki AB'dir. Bu aydın məsələdir. Buna baxıram. B'dirsə bu da sözsüz ki bu B'dirsə zaten buradan B'ni alıp buradan O'nu alıp olup BO. Deməli mənə burada homozigot ola bilər cümləsi dediyinə görə görürsünüz 1 ilə 3-cü homozigot ola bilər. Ona görə doğru cavab A variantı verəcəyik. 20-ci sual. Neçəsi ribosomda sintez olunur? Ribosomda zülal sintez olunur. Burada insülin zülaldır. Selülaza, ozayağa, selülaza zülaldır. Hemoglobin zülaldır. Interferon zülaldır. 4 dənəsi zülaldır. Ona görə doğru cavab D variantı olaraq götürürük. Hansı xəstəliklərin törədicilərində mövcud olan nukleotidlərin növ müxtəlifliyi azotlu əsasların növ müxtəlifindən daha çoxdur? Yəni 8 növ nukleotid var, 5 növ azotlu əsas var. Bu o demək ki, burada həm DNT var, həm də RNT var. Bu zaman təbii ki, mən bakterial xəstəlikləri götürəcəm. Hepatit virus xəstəliyidir, vəba bakteriyadır, vərəm bakteriyadır, grip virusdur, tetanus bakteriyadır, taun bakteriyadır. Deməli 2, 3, 5 və 6. Doğru cavabımız B variantı olur.
22-ci sual. Sağlam insanda allel genlər üzrə malik ola bilməz. Yəni haploid olsun. Diploid olsa allel genlər üzrə malik olur. Haploid olsun. Zigot diploiddir. Blastomer diploiddir. Spermatozoid haploiddir. Yumurta hüceyrə haploiddir. Neyron diploiddir. Yönəlici simcik haploiddir. Ona görə 3, 4 və 6-nı götürə bilərik. Doğru cavab A variantı olacaqdır. Deyirsiniz. Bunlar deməli allergenlər üzrə malik ola bilməz. Keçirik 23-cü sual. Qeyri-üzvü maddələr üzvü maddə hazırlamaq üçün işığa ehtiyac duymur. Qeyri-üzvü maddədən üzvü maddə hazırlamaq üçün işığa ehtiyac duymur. Yəni xemosintez edicidir. Qırmızı bakteriya fotosintez edicidir. Kükürt bakteriyası xemosintez edicidir. Yaşıl bakteriya fotosintez edicidir. Dəmir bakteriyası xemosintez edicidir. Siyanobakteriya fotosintez edicidir. Parazit bakteriya ümumiyyətlə qeyri-üzvü maddədən üzvü maddə hazırlaya bilmir. Ona görə doğru cavab 2 və 4 cavabı olacaqdır burada da. Keçək 24-cü sualımıza baxırıq. 24. İlanın yumurtalığının yetişmə zonasının sonunda əmələ gələn yönəlici simciklərin maksimum sayı 24-dür. Belə bir ifadə işlətmişdimsə, deyirdim ki, əgər yumurtalığın yetişmə zonasına en qədər hüceyrə daxil olarsa, minimum en maksimum 2n qədər yönəlici simcik X və ya Y cinsi xromosom daşıyır. Bu da mənə deyir ki, Y yönəlici simciklərin maksimum sayı 24-dür. Yəni 2n 24-dür. O demək ki, yumurtağın yetişmə zonasına 12 dənə hüceyrə daxil olub. Toxumluğun yetişmə zonası daxil hüceyrə sayı isə yumurtalığın yetişmə zonası daxil hüceyrə sayından 4 vahid çox olarsa. O demək ki, toxumluğa da 12-nin üzərinə 4 gələndə 16 ədəd hüceyrə daxil olmuşdur. Sonda alınan ümumi qamətlər neçəsi X cinsi xromosom daşıyır. Bəli, əgər ilandırsa 16-nı vuram 4-ə bərabərdir 64. Zaten burada 64-ü də X cinsi xromosom daşıyacaqdır. 12-ni vuram 4-ə bərabərdir. 12-ni 4-ə vuranda 48 dənə hüceyrə əmələ gəlir. Bunun 24 dənəsi X daşıyır. 24 dənəsi isə Y daşıyır. Təbii ki, bütün Y-lərin hamısı yönəlici simcikdir. Deməli, Y qaməti yoxdur. Bütün qamətlər X-dir. 12 dənə qamətin 12-si də X olduğuna görə deməli, 12 dənə X yönəlici simciyi qalır ortalıqda. 12 dənə X yönəlici simcik deməli, burada var. Mənə nə soruşur? 4 vahid olarsa sonda alınan ümumi qamətin neçəsi X cinsi xromosom daşıyır. Demək, 64 dənə toxumluqda üstə gəl 12 dənə də yumurtalıqda bərabər toplam birlikdə 76-ya bərabər olar. Verilən qövdən hansı 2 növ qamət verər? Genlər ikili deyil. Bu 1 növ qamət verəcəkdir. Bu 4 növ qamət verəcəkdir. Bu da 4 növ qamət verəcəkdir. Bu da 4 növ qamət verəcəkdir. Bu 2 növ qamət verəcəkdir. Bu da 2 növ qamət verəcəkdir. Ona görə doğru cavab 5 və 6 cavabı olmuş olur. 26-cı sual. Xromosom yığımına malik bir hüceyrənin xromosom üzərində genlərin düzülüşü verilmişdir. Bu hüceyrənin qamətlərin hansıları əmələ gəlməsi Krasingover olduğunu sübut edir. Zaten A, B, Y. Bu Krasingoversizdir. Bir də kiçik A, kiçik B, böyük Y. Bu da Krasingoversizdir. Amma 2 ilə 4-ün əmələ gəlməsi üçün Krasingover baş verməlidir. Cavab 2 və 4 cavabı eləyir. Polinukleotiddir, polisaxaritdir, polipeptiddir. ATF nə polinukleotiddir, nə polisaxaritdir, nə də polipeptiddir. Bunun heç birinə aid deyil. Glukoza nə polinukleotiddir, nə polisaxaritdir, nə də polipeptiddir. Glukoza monosaxaritə aiddir. Hemoglobin polipeptiddir. Hemoglobin yəni zülaldır. Ona görə C-ni yazırıq bura. DNT polinukleotiddir. D-ni yazıram bura. Pektin də polisaxaritdir. Y-ni yazıram bura.
Keçək. 28-ci sual situasiya. Nuklein turşularının mövzusunu keçdikdən sonra əyani vəsait asaraq lövhə şagirdlərə suallar ünvanladı. 1. Burada fosfat turşu qalığıdır. 3. Təbii ki, 2 qat rabitə olduğuna görə və ölçüsü böyük olduğuna görə adenindir. Təbii ki, 2 də dezoksiribozadır. 3 3 hidrogen rabitəsi var. 4-ə baxın da ki. 4 3 hidrogen rabitəsi var və ölçüsü kiçikdirsə, demək ki, bu sitozindir. 5 də 2 hidrogen rabitəsi var və ölçüsü kiçikdirsə, demək ki, bu da timindir. Hansı rəqəmlə işarələnmiş 2 növ azotlu əsasın ölçüsü digərlərindən kiçikdir? Kiçik timinlə sitozindir. Timinlə sitozin olduğuna görə bu da 4-cü və 5-ci digər ikisindən kiçikdir. Ki, adeninlə guaninlə kiçik olacaqdır. Gəldik. Hansı rəqəmlə işarələnmiş hissə və hissələr zülal biosintezində iştirak edən nuklein turşusunun tərkibində olmaz? Səbəbi yazılmaqla. Nuklein turşusunda zülal biosintez bilavasitə iştirak edən RNT-dir. RNT-nin tərkibində nə olmaz? RNT-nin tərkibində dezoksiriboza olmaz, çünki onda ribozadır. Və RNT-nin tərkibində timin olmaz, çünki orada da timində olan yerdə DNT-dir. Onun yerinə urasil olur. Deməli, burada 2 ilə 5-i yaza bilərik ki, bunlar deməli RNT-nin tərkibində olmayacaqdır. 2 ilə 5-i yazdım. 30-cu suala gəldik. Verilən molekulda hidrogen rabitənin sayının nukleidlər arası rabitənin sayına olan nisbəti necə olar? Hidrogen rabitənin sayının, baxıram, hidrogen rabitəsi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10'dur. 10 dənə hidrogen rabitəsi var. Bu aydın məsələdir ki, hidrogen rabitəsinin sayı 10'dur. Nukleotidlər arası deyəndə həm hidrogen rabitəsi, həm də eyni zamanda 1, 2, 3, sonra 4, 5 və 6. Bunlar da nəzərdə tutulur. Deməli 10 hidrogen rabitəsi və 16 dənə də ümumi nukleotidlər arasında olan rabitə var. Onun 16-ya. Deməli nukleotidlər arası rabitənin sayına olan nisbəti necə olar? Mən də deyirəm burada onun 16-ya olan nisbəti, bu da yəqin ki ixtisar gedər. Təbii ki 2-yə ixtisar gedəcəkdir. 5-in 8-ə olan nisbətinə bərabər olacaqdır.